Orxan bəy, kommentlərdə yazırlar ki, bültende ola-ola işdən çıxartdılar. Nə xəbərdarlıq müddəti oldu, nə də ixtisas səbəbi göstərildi, nə də kompensasiya ödənildi. Nə etmək olar? İlk öncə onu qeyd etmək lazımdır ki, əmək məcəlləsinə uyğun olaraq, əgər şəxs bültenində, yəni xəstəlik vərəqəsi əsasında həmin dövrdə işdə deyilsə, onun barəsində əmək müqaviləsinin xitam verilməsi ilə bağlı hər hansı tədbir görmək qanunvericiliyə ziddir. Yəni, belə deyək, belə bir hal olduğu təqdirdə vətəndaş ilk öncə mediasiyadan keçməklə məhkəməyə müraciət olunaraq işə bərpa oluna bilər. Burada əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, Azərbaycanda belə deyim, istər maddi tərəfdən, istər hüquqi savadlılığı baxımından ən çox yol verilən səhvlərdən biri odur ki, məhkəmə və mediasiya yolu qala-qala əmək müfəttişliyinə şikayət olunur ki, məni belə işdən çıxardıblar və müfəttişliyin qərarı gözlənilir. Düzdür, müfəttişlik əmək qanunvericiliyi pozuntularına hüquqi qiymət verir, lakin inzibati xəta aspektindən. Əgər işə götürən pozuntu eləyib, səni xəstəlik vərəqəsi əsasında işdən çıxarıbsa, əmək müfəttişliyinin tətbiq edəcəyi ən böyük, ən ağır, necə deyim, ən yekun qərar işə götürən barəsində cərimə tətbiq eləməkdir. Əmək qanunvericiliyi əsasında əmək müfəttişliyi səni həmin işə götürənin yanında yenidən işə bərpa edə bilməz. Səni o işə bərpa edə bilən məhkəmədir. Yəni ona görə işçilər tərəfindən belə hallarla rastlandığı təqdirdə diqqət saxlanılmalı məqam düzdür. Əmək müfəttişliyinə müraciət oluna bilər, iş araşdırıla bilər. Amma əsas atılmalı addımlar mediasiya və məhkəmə yoluna müraciət edərək öz hüquqlarının müdafiəsini təmin etməkdir.